Euzubillahimineşşeytanirracim. Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, dəyərli insanlar, Allaha təslim bəndələr, hamınızı Allahın salamı ilə salamlayıram. Assalamu aleykum və rəhmətullahi və bərəkatuhu. Bugünkü Quran-ı Kərim söhbətimiz haqqa dəvət üsulu ilə əlaqəli olacaqdır və bu barədə Quran-ı Kərimdə 25 ayəti kərimə keçməkdədir. Haqqa dəvət üsulu deyəndə ancaq haqqı biz Qur'an yolu ilə insanlara çatdırmalıyıq, bəyan eləməliyik. Bu arada kanalıma abunə olaraq dəstək ola bilərsiniz. Playlist bölməsində Qur'an dərsləri mövcuddur. Oradan dərslərə baxa bilərsiniz. Diqqətinizə görə təşəkkür edirəm. Bir də biz indi Ramazan ayındayıq. Ramazan ayı ibadəti oruc ibadətidir və bu ayda Allahın bizim üçün fərz elədiyi oruc ibadətini biz yerinə yetiririk. Keçən dərsdə orucun fəziləti, fərzi və oruc nədən pozulduğunu bir açıqlama gətirmişdim. Bugün də Ramazan ayında qılınan təravih namazı ilə əlaqəli bir şey demək istəyirəm. Təravih namazı deyə Ramazan ayına aid edilən namazdan söz eləyək. Quranda təravih namazı deyə bir namaz keçmir. Sonraki dövrlərdə ortaya çıxmış və adət halına gətirən təravih namazı şəklini almışdır. Sünnət nafilə namazları istədiyiniz qədər qıla bilərsiniz. Amma təravih namazı fərz kimi davranaraq cəmaatla məscidlərdə qıldırmaq doğru deyildir. İnsanlar deyəcəklər, təravih namazına niyə getmirsiniz? Təravih fərzdir, onu qılmalısan. Bu kimi anlayışlar doğru deyildir. Təravih namazı nafilə bir namazdır. Sünnət bir namazdır. Sünnət namaz da hər kəs evində hər kəs qıla bilər. Bu vacib deyil ki, bu məscidlərdə qılınsın. Bu vacib deyil. Allah bizdən bunu istəmir. Sonraki dövrlərdə adət halına gəlib. Peyğəmbər onun evi məscidin yanında olduğuna baxmayaraq heç bir namazı Peyğəmbər sünnət namazı məsciddə qılmayıb. Ancaq fərz namazları məsciddə qılıb. Sonraki dövrlərdə Peyğəmbər bir belə rəvayət də var. Qurana uyğun bir rəvayətdir. Peyğəmbər axşam namazından sonra namaz özünün qaldığı evdə qıldığı vaxt görür ki, insanlar da ora gəlir və onunla birlikdə namaz qılır. Sonraki dövrdə Peyğəmbər deyib ki, bu namaz sonraki dövrlərdə fərz hökmünə gedər, həmin namaz. Və fərz kimi insanlar davranaraq bunu məscidlərə soxar və insanlara da fərz kimi təqdim edərlər. Sonraki dövrlərdə o həmin Peyğəmbərin məsciddə qıldığı həmin namazı Peyğəmbər əshablarına deyib ki, hər kəs öz evində qılsın. Sonra bizim heç bir insanın haqqı, hüququ yoxdur bir şeyi bu fərzdir kimi deməyə. Allah Taala namazları 5 vaxt namazı, 17 rəkat namazı bizə fərz eləyib, bir də cümə namazı. Bütün qadınlara da, kişilərə də bu aiddir. Ramazan ayında qılınan təravih adı altında namaz nafilə bir namazdır. İstəyən onu 2 rəkat qılar, istəyən 4, 8, 12, istəyən də axşam yatsı namazından sonra səhər namazına qədər minlərlə rəkat qıla bilər. Artıq namaz qılmaqdan heç kimə ziyan gəlməz. Nə qədər qıla bilsəniz, nafilə namazları o qədər də çox qıla bilərsiniz. Ancaq bunun fərz kimi davranaraq, bu Ramazan ayında təravih namazı fərz kimi insanlara bildirmək anlayışı doğru deyildir. Bu fərz namaz deyildir, nafilə bir namazdır. Quranda təravih ilə əlaqəli heç bir ayə keçmir. Quranda Ramazan ayında oruç tutmağı Allah Taala əmr eləyir. Dediyim kimi məscidlərdə
cemaat halında onu qıldırmaq və bu da vacibmiş kimi, bu da fərzmiş kimi, fərz ibadətmiş kimi göstərmək doğru deyildir. Bu nafilə təravih namazı hər kəs öz evində qılsa daha yaxşı olar. Allahın fərz etmədiyi bir ibadəti biz isə bu ibadət fərzdir kimi insanlara göstərsək, Allahın dininə özümüzdən bir şeylər uydurmuş olarıq. Və böyük günaha girərik. Hansı ibadət etməliyiksə Allah bunu bizə bildirmişdir. Özünüzdən əlavə ibadətləri ortaya çıxarmaya çalışmayın. Təravih namazı sonraki dövrlərdə ortaya çıxmış və adət halına gəlmiş bir nafilə namazdır. Hər kəs öz evində qıla bilər. Bugünkü mövzumuz haqqa dəvət üsulu ilə əlaqəli bir ön sözlə bugünkü mövzuya bir giriş eləyək. Bir möminin digər insanlardan ayıran ən mühüm vəsflərdən biri mərhəmət duyğusudur. Yaradandan ötürü yaradılanlara göstərilən mərhəmətin bir təzahürü olaraq edilən böyük xidmətlərin başında da İslami təbliğ, haqqa, doğruluğa dəvət gəlir. Haqqa və doğruluğa dəvət gəlir. İnsanları haqqa çağırmaq, səhvləri düzəltmək, səhvləri bildirmək, doğruları Qur'andan öz ana dilində öyrətmək, mənəviyyatlarını misal edib, könül aləmləri haqqa yönəltməkdir. Onlara edilə biləcək ən böyük xidmətdir. İnsanlar istəməsələr bilə sən haqqı olduğu kimi Qur'andan danış və doğruları söylə. Yaxınlarınızın əleyhinə olsa belə haqqı deməkdən Allah da deyir çəkinməyin. Doğruları danışın. Yaxınlarınızın əleyhinə olsa belə o haqqı söyləyin. O haqqı danışın, deyin. İnanıb inanmamaqları artıq onlara qalmışdır. İnsanların həm bu dünyadakı, həm də əbədi aləmlərin gözəlləşdirən bu xidmət iman nemətlərindən səvayı haqqa şükür vəzifəmizin də ən gözəl bir təzahür şəklidir. Haqqın rızasını qazandıran bərəkətli və fəzilətli bir əməli salihdir. Haqqa təbliğ, insanları doğruluğa təbliğ etmək. Bir insan üçün Cenab-ı Haqqın bu nemətinə nail olmaqdan daha böyük bir ödül düşünə bilirmi? Füssilet surəsində 33-cü ayətində belə buyurulur. İnsanları Allaha dəvət edin bu Qur'anla, salih əməllər işləyən və müsəlmanlardanam deyəndən daha gözəl sözlü kim ola bilər? Burada Allah sünni, şiə, məzhəb, təriqət, qruplar, bölünmələr demədi. Sadəcə dedi ki, müsəlman deyəndən daha gözəl sözlü kim ola bilər? Təriqət, məzhəb, firqələr, bu ayrı seçkiliklər kimlərinsə fikirləridir, kimlərinsə düşüncələridir. Kimlərinsə düşüncə və fikirləri dinləşdirmək doğru deyildir. Kimlərinsə fikirləri və düşüncələri dinləşdirsəniz, məzhəbləri dinləşdirmiş olarsınız, təriqətləri dinləşdirmiş olarsınız və Allahın dinindən çıxıb onların dininə girərsiniz. Allah Teala deyir ki, mənim dediyimi eləyin, Allahın özünün hökmlərini yaşayın. İnsanların əksəriyyəti nə deyir? Allahın Quranda bəyan etdiyi hökmlər bizə qane eləmir, bizə məzhəb lazım, bizə təriqət lazım və yaxud da bizim hansısa ustalarımız olmalıdır, o ustalar bizə yol göstərməlidir. Allah Teala sizə ağıl verib, ağıl sahibləri eləyib. Ağlınızla düşünə bilmirsinizmi? Doğruları insanların deməyə ehtiyac mı qalır? İnsanlar mı sizə çağırmalıdır bu dinə? Allahın göndərdiyi Qur'an ayələri sizə bəs eləmirmi? Məzhəbdir, firqələrdir, təriqətlərdir. Bu, bayaq dediyim kimi fikirlərdir. Kimlərinsə danışdığı sözlər fikirlərdir. Bunlar din deyil.
din kimi təqdim etməyə çalışmayan məzhəblərin fikirləri. Bu bir kültür deyək, bu mədəniyyətdir. Din deyildir. Din Qurandakı Allahın 6236 ayət-i kəriməni anlayaraq, yaşayaraq insanlara təbliğ etdiyiniz təqdirdə doğru dini yaşamış olursunuz. Bu məzhəb, mədəniyyət və kültür anlayışları bizi içimizdən dağıdır. Həmin bu kültür anlayışları biri digərindən fərqlənərək içimizdən müsəlmanları dağıdır. Bir-birinə düşmən kəsilir, hətta biri digərini görmək belə istəmir. Belə etsək, hansı bir insan haqqı görər? Və bu məzhəblərin çaxnaşmaları içərisində sən hansı haqqı bildirəcəksən? Özünün bildiyini mi bildirəcəksən? Yoxsa Allahın dediyi doğruları Qurandan mı danışacaqsan? Əfsuslar olsun ki, sən məzhəb dalınca, firqə dalınca getsən, Allahın dinindən çıxmış olarsan. Allah Teala deyir, bu yoldan hamılıqla birlikdə yapışın, bölünməyin, parçalanmayın, ayrılmayın Allah Teala deyir. Niyə ayrılaq? Niyə insanlar nə vadar eləyir insanları ayrılmalara, fərqlənmələrə, məzhəb firqələrə nə insanlara vadar eləyir? Niyə Quran bəhs eləmir? Əfsuslar olsun ki, çoxu müsəlman haqqı danışdığını deyir, amma bir digər müsəlmanları özlərindən ayırt etməyə çalışırlar. Kimlərəsə çamur atıb, kimləri isə qaralamaya çalışır. Bu içimizdəki gizli düşmən nə qədər ki yaşayır, siz haqqı Allahın dediyi şəkildə anlamayacaqsınız. Nə qədər ki içimizdə bu düşmən yaşayır, fərqlənmələr və Allahın haqqı, doğruları anlamayacaqsınız. Birinci içimizdəki düşməni, şeytanları daşlayın, haqqa yönəlin, doğruları deməkdən çəkinməyin. Qula qul olmayın. Kimlərinsə qabağında baş əyməyin. Kimlərdənsə bərəkət gözləməyin, bu şirkdir. Bərəkəti yalnız Allahdan gözləyin. Bizim sahibimiz olan Allah bizə həm bərəkəti verər, həm də ruzini, həm də ahirətdə bizi şəfaət edər. Allah öz ikramını hər bir insana verər. Ancaq insanların çoxu nankördür və haqqa inandıqlarını dedikləri təqdirdə haqsızlığa yönələrlər. Haqqa inandığını deyir, haqsızlığı üstün görürlər. Doğruları edirik deyir, amma yanlışları eləyirlər. Din deyə təbliğatları aparır, ancaq özünün bildiyini danışır. Amma Allah Teala deyir ki, öz kəlamını, Allahın rəsullara vəhy etdiyi mənim kəlamımı insanlara bildir, Allah Teala deyir. Bugün din xadimləri nə qədər Quran anlayan dilində insanlara çatdırır? Çox azlar. Uca Allah özlərindən razı qaldığı və əbədi qurtuluşa çatdırdığı salih qullardan olmamızı arzu edərək belə buyurmaqdadır. Ali İmran 104. Sizdən xeyrə, haqqa dəvət edən və yaxşılığı əmr edib pislikləri qadağan edən bir cemaat olsun. Yaxşılığı əmr edin, pisliklərdən çəkindirən deyən bir cemaat olsun. Əlbəttə bunlar nicat tapanlardır. Haqqa dəvətdə əsas alınacaq ölçü dəvətdə dava dalaş etmək deyildir. İnsanlara haqqı çatdıracaqsınız. Bu dəvətdə əsas alacaq ölçü dava dalaşla, qırğınla, kimisə təhqir etməklə, kimisə alçatmaqla deyil. Mən çox görmüşəm, internetdə də görürəm bu bəzən videolar, din insanları çıxırlar, dava dalaş qalırlar orada. Bu deyir, sən yanlış deyirsən, bu deyir, sən yanlış deyirsən, bir-birini təhqir eləyirlər. Belə düşüncə və anlayışlar müsəlmana yaraşmayan əməllərdir. Biz ağıl sahibləriyik və Allah Teala bizim ağlımızı işlədib sonra qərar verməyimizi istəyir. Birinci, siz ağlınızı işlətməsəniz, qərarı verməyə siz tələsərsiniz ağlınızı işlətmədən.
və verdiyiniz qərar da doğru olmayacaq. Bunun üçün birinci ağlınızı işlədin, doğru düşünün, doğruları araşdırın, doğru fikirdə olun, sonra qərara gəlin. Dediyim kimi, dəvət əsnasında, təbliğat əsnasında dava dalaşla təbliğat olmaz. Doğru şəkildə, gözəl şəkildə insanları dini sevdirərək təbliğat eləməlisiniz, təbliğat aparmalısınız. Allahın ayələri, sadəcə Allahın ayələrini danışa bilərsiniz təbliğatda. Özünüzün uydurduqlarını yox. Əsəbləşdirən bir insanın haqqı olduğu kimi qəbul etməsi imkansızdır. Siz insanı əsəbləşdirəcəksiniz, haqqı olduğu kimi o qəbul eləməyəcək. Siz dini hökmləri və haqqı dava ilə yox, sevgi və şəfqətlə insanlara başa salın. O zaman insan haqqı daha şəffaf görər və haqqı batildən daha gözəl ayır edə bilər. Yumşaq bir söhbət tərzi ilə insanları haqqın yoluna dəvət etməliyik. Haqqı təbliğ xidməti eyni zamanda böyük bir cihaddır. Cihad vurub dağıtmaq, öldürmək deyildir. Nəfsə qarşı da cihaddır. Bu da mücadilə eləyirsən. Bu mənadakı cihad. Bu cihadda biz batilə inanan insanlarla haqla mücadilə etməliyik. Bu mücadiləyə də Quran işığında onlara aydınladaraq və sadəcə Allahın hökmlərini bəyan edərək bu cihadı qazanmaq mümkündür. Yoxsa batilə inananlarla sən Qurandan başqa kitablarla cihad etsən, sən də onlar kimi batılı dəstəkləmiş olarsan. Quran-ı Kərimdə Allah belə buyurur. Furqan 52-ci ayət-i kərimə. Kafirlərə, Quranı görməməzlikdə dirənənlərə əsla boyun əymə. Onlarla dost olma və bu Quranla onlara qarşı bütün gücünlə böyük bir cihad et, mücadilə et. Bu Quranla mücadilə et. Bu Quranla insanlara haqqı, doğruları, Allahın ayələrini, hökmlərini, qadağaları, fərzi, sünnəti, Allahın nə dediyini, hər bir şey Quranla bildir. Allahın sözlərini insanlara çatdır. Allah bizi buna çağırır. Biz bunu eləməliyik. Yoxsa günümüzdəki bildiyimiz din deyə etdiyi insanların inancları, dinə uyğunsuz hərəkətləri, hansısa ritualları yox. Allah bizdən bunu istəmir. Allah bizdən istədiyi Quran, bizi birinci Qurana çağırır və həmin çağırdığı Quranı yaşayıb insanlara bildirməkdir. Beynimizdə və qəlbimizdə Quranı yaşatmaqdır. Onu ərəbcə musiqi ilə oxu Allah təala demir. Məxrəclərlə, təcvidlərlə oxu Allah demir. Onu tilavətlə oxu deyir. Onu oxu, tilavətlə izlə, anla, beynində yaşat və insanlara hökmlərini bəyan et. Ki inanıb inanmamaları özlərinə qalmışdır. Allah təala deyir, sən sadəcə insanlara bildir. Peyğəmbərlərin vəzifəsi nələr olub? Allah təala peyğəmbərlərə deyir, sən onların üzərində gözətçi deyilsən. Sən sadəcə təbliğat aparırsan. Sən insanlara bildirirsən. Bizim də vəzifəmiz peyğəmbərlərin etdiyi kimi onların getdiyi yolu Quranla getməliyik. Allah təala bütün rəsullara bu Quranı örnək verib, misal verib, bu Quranla getməlisiniz və yaşamalısınız. Biz də rəsullar kimi bu Quranı yaşamalıyıq. İnsanlara təbliğ etməliyik. Allahın ayələri əlimizdədir. Bu cihadda sadəcə haqqı danışmaq var, gözəl şəkildə anlayan dilində Allahı sevdirərək haqqı danışmalıyıq. Sahibimiz olan Allahın gücünü və əzəmətini danışaraq haqqı bəyan etməliyik. Quran ayələrinə keçək. Bəqərə 138-dir ki, budur Allahın dini Qurandakı İslamdır, yoxsa günümüzdəki məzhəbçilərin və təriqətçilərin parçalanaraq ayrılan cərəyanlar deyildir. Kimin dini Allahın dinindən daha doğru ola bilər? Biz yalnız ona ibadət edirik. Biz yalnız Allaha ibadət edirik və yalnız ondan kömək diləyirik. Arada heç bir aracı yoxdur. 139 de ki, Allah barəsində bizimlə mübahisə mi edirsiniz? Halbuki o bizim də Rəbbimiz. Bizim Rəbbimiz olduğu kimi sizin də Rəbbinizdir. Bizim etdiklərimiz bizə, sizin etdikləriniz sizə aiddir. Qiyamətdə hər kəs öz etdiyini qarşısında görəcəkdir. Yaxşılıq etsən
Sənə yaxşılıq olar. Pislik etsən ziyana uğrayanlardan olarsan. Çalışın, yaxşı insan ol. Biz Allaha sadıq olanlarıq. 140. Yoxsa biz İbrahimin, İsmailin, İshakın, Yaqubun və nəvələrin Yahudi və ya Xristiyan olduqlarını mı söyləyirsiniz? Bəzi insanlar deyirlər, onlar Xristiyandırlar, o peyğəmbərlər Yahudilərin peyğəmbərləridir. Bu nə anlayışdır? Yahudi və Xristiyan onlar qövmlərin adıdır. O din adı deyildir. Yahudi və Xristiyan din adı deyildir. Bu bir cemaatdır, bir qövmdür. Siz daha yaxşı bilirsiniz, yoxsa Allah, Allahın onlara nazil etdiyi elmə şahid olub da onu gizləyəndən daha zalım kim ola bilər? Necə gözəl bir ayədir. Allah Teala necə ayrıntılarla bizə bəyan eləyir. Bəqərə surəsinin 140-cı ayəti kərimənin ortalarında Allah Teala yenə bu ayənin bir qismini oxuyum. Allahın onlara nazil etdiyi, yəni bizə gəldiyi kitab, Quran kitabı. Elmə şahid olub da, biz şahid olduq bu elmə. Onu gizləyəndən daha zalım kim ola bilər? Bu elmə şahid olduqdan sonra bu ayənin, bu Quranın içərisindəki bilgiləri gizlədəndən daha zalım kim ola bilər? O insan istəsə bütün ili oruç tutsun, bütün günləri namazla keçirsin. Amma bunları əgər o gizlətsə, bu insandan daha zalım kim ola bilər Allah Teala deyir. Gördünüzmü? Quran ancaq musiqi ilə, təcvidlərlə oxumaq kifayət eləmir. Allah Teala bizim onu oxuyub anlamağımızı istəyir. Allah sizin etdiklərinizdən xəbərsiz deyildir. Allahın hər bir şeyindən xəbəri var. Bu Quranı tilavət edib anladıqdan sonra Qurandakı hökmləri öz mənfəətlərinə görə gizlədib danışmayanlardan daha zalım kim ola bilər? Bunlar zalimlar olduğunu Allah Teala bildirir Quran-Kərimdə. 141-ci ayəti kərimədə Bəqərənin onlar bir ümmət idi ki, gəlib getdi. Biz isə bu ümmətlərə baxıb ibrət dərsi almaya çalışaq. Allah Teala qövmlərdən bəzi oradakı cemaatdan Quranda bəhs eləyən o qövmündən misalları çəkir ki bizə, biz onu oxuyub, anlayıb oradan misal götürə bilək. Yoxsa o qövmləri biz oxuduq, anladıq, orada qoymaqdan ötürü deyildir. Firavundan, Nəmruddan Allah Teala misal niyə çəkir? Firavundan, Nəmruddan misal çəkir ki, onu oxuyub, anlayıb ora qoymaqdan ötürü. Biz də bilirik ki, Firavun Musa peyğəmbərə qarşı çıxan, özünü ilah iddia edən və hər bir insanı özünə kölə etdirməyə çalışan insan olub Firavun və suda qərq olaraq boğulub ölüb. Biz bunu oxuduq, anladıq. Bəsdirmi? Yox. Allah Teala Firavunu birinci tanıdır, sonra Firavunluğu tanıdır, Nəmrudluğu tanıdır, tağutluğu tanıdır. Bugün biz görmürükmü? İsrail nə qədər Fələstində insanları qırdı, nə qədər uşaqları öldürdü. Bu firavunluq İsrailin etdiyi, müsəlmanların üzərində etdiyi firavunluq deyil də nədir bu? Misallar Allah Teala çəkir Qurandan. Allahın zalim və zülm saydığı şeyləri etməkdən çəkinək. Onların qazandıqları özlərinə, sizin qazandığınız isə sizə aiddir. Mütəşabih bir ayədir. Bayaq yuxarıdakı bənzərini oxumuşdum. Siz onların etdikləri barədə sorğu-sual olunmayacaqsınız. Heç kim başqasının etdiyinə görə sorğu-sual olunmayacaq. Hər kəs özünə cavab verir. Sən ancaq doğruları yaşa. Sən Qurandan Allahın bildirdiyi doğruları yaşa, sənə kifayətdir. Sən sadəcə doğruları insanlara gözəl şəkildə anlat. Quran mənasına inanıb, inanmamaları artıq onlara qalmışdır. Quranın mənasına, onun tərcüməsinə, onun anlamına inanıb, inanmamaları artıq onlara qalmışdır.
seçimlər onlar eləyərlər. Biz doğruları Qurandan danışaq və insanları ancaq Qurana təbliğatı ancaq Quranla eləyək, insanları da bura çağıraq. Çünki Allah bizi Qurana çağırır. Biz də Allahın çağrısına cavab verməliyik. Sən sadəcə haqqı Qurandan təbliğ et. 257. Allah inanıb güvənənləri himayədarı ən yaxınıdır. Onları qaranlıqlardan aydınlığa çıxarar. Kafirlik edənlərin dostları isə tağutlardır, həddi aşanlardır. Onları da aydınlıqdan qaranlığa salarlar. Buradakı aydınlıqdan qaranlığa düşmək bir mecazdır. Dini özlərinə uyduranlar insanlara uydurmaları din kimi tanıdırlar və tağutluq edirlər. Sən onlara tabe olsan, aydınlıqdan qaranlığa düşərsən. Allah'a tabe olsan, qaranlıqlardan aydınlığa çıxarsan. Sən Allah'a tabe ol, qaranlıqlardan aydınlığa çıxarsan. Sən ağlınla hərəkət elə, doğruları Quranda tapacaqsan. Onlar tağutluq edənlər od sakinləridirlər və orada əbədi qalacaqlar. 258. Allah özünə bir hökmdarlıq vermiş deyə Rəbbin haqqında İbrahim ilə höccətləşən insanları gözündə canlandırmaz mısınız? İbrahim, mən Rəbbim həm həyat verən, həm də öldürəndir dedikdə, o, mən də həyat verər, həm də öldürərəm demişdi. İbrahim, Allah günəşi məşriqdən gətirir, sən də onu məğribdən gətir dedikdə, kafirlik edən o insan çaşıb qalmışdır. Allah səhvlər içərisində olan bir cəmaatı yola gətirməz, öz yoluna qəbul eləməz səhvlər eləyən insanları. Allah Teala çünki seçimləri bizə verib, doğrunu da yanlışını tanıdıb. İnsanlar əgər yanlışlar eləyərsə, Allah yoluna qəbul eləməz. Sən doğruları elə, Allah yoluna qəbul edəcək səni. Yanlışlar sən eləsən, seçimi verib Allah Teala qiyamətə qədər. İstəyir sən yaxşı insan ol, istəyirsən pis insan ol. Allah Teala seçiminə qarışmır. Ölənə qədər şans verir. Sən yaxşı insan ol, yaxşıları elə, haqq yoldan çıxma, sənə nə qorxu var, nə üzüntü var. Allah da həm onlara, həm də bütün insanlara ölənə qədər öz seçimlərini doğru etmək üçün imkan vermişdir. Ali İmran 19. Həqiqətən Allah qatında qəbul olunan din İslamdır. Adəm Peyğəmbərdən sonra günümüzə qədər yaşayan və qiyamətə qədər mövcud olacaq dinin adı İslamdır. Yahudi din, Xristiyan din, belə anlayışlar, səmavi dinlər kimi bir şeylər yoxdur. Din birdir, haqq dini Qur'andır və Qur'an da Allahın dinidir. Allahın hükümləridir. Başqa bir din yoxdur. İslam dinindən, müsəlmanlıqdan, Allaha iman eləyən insan üçün İslam dinindən başqa bir din yoxdur. Çünki Allah Teala bu İslam dinini yaşayacaq insanı müsəlman adlandırıb, Allaha iman eləyən və Allah özünün dinindən başqa din olmadığını deyir və qatında da bundan başqa bir dinin məqbul olmayacağını dedi. Bizə qalan Allahın dinini yaşamaq, özümüzün bildiyi uydurmaları din deyə yaşamaq yox. Çünki günümüzdə Allahın dininə paralel din uydurulub və çoxu insan da bu uydurmaları din sanır. Allahın dini Qur'andır, onu tilavətlə, anlayaraq, izləyərək yaşamaqdır. Kitab verənlər ancaq özlərinə bu elm gəldikdən sonra bir-birlərinə üstünlük qurma çabalarından dolayı ixtilafa düşdülər. Bugün nə qədər müsəlmanlar birliyə, bərabərliyə nail ola biliblər? Çox az müsəlmanlar, əfsuslar olsun, birlik müsəlmanlarda yoxdur. Düşənə əl uzadan nə qədərik? Çox az müsəlmanlardır yenə, düşəni daha da itəcəklər. Ehtiyac sahibləri görüb də Allah rızası üçün yardım edənlər nə qədərik? Dünyada bütün insanlar Allahın bildirdiyi şəkildə zəkatlarını versələr, dünyada heç bir yoxsul insan olmayacaq. Əlbəttə vermirlər müsəlmanlar. Həm müsəlmanlar, həm qeyri-müsəlman. Zəkat heç kim vermək istəmir.
malından Allah rızası üçün artıq qalanı Allah yolunda vermək istəmir. Bunun üçün insanlar versələr bir il insanlar ehtiyac sahiblərinə öz mallarından artıq qalanına ehtiyac sahiblərinə versə, dünyada bir dənə yoxsul insan qalmayacaq. Zəkat və sədəqə malları artırır. Faiz isə malları azaldır. Bugün müsəlmanların əksəriyyəti zülmə can atırlar. Əksəriyyət insan haqlarını tapdalanması və insan haqlarını pozmasına fikir vermir. Bunlara riayət edən müsəlmanlar çox azdır. Kim Allahın ayələrini görməməzlikdə dinlərsə, bilsin ki, Allah onun hesabını tez görər. 20. Əgər onlar səninlə mübahisə edərlərsə de, mən özümü və ardımca gələnlərə birlikdə Allaha təslim etmişəm. Özlərinə kitab verilənlərə və ümmilər anadan olduğu kimi qalanlar deməkdir. Özlərinə bir elm öyrədilməmiş insanlar deməkdir, ümmilər. Kitabdan xəbəri olmayıb qalanlara de, siz də təslim oldunuzmu? Əgər təslim olsalar, doğru yola yönəlmiş olarlar. Üz döndərsələr, bil ki, sənin öhdənə düşən ancaq ayələri təbliğ etməkdir. Sən onların üzərində gözətçi deyilsən. Allah Teala Peyğəmbərə deyir. Allah qullarını görür. 21. Allahın ayələrini inkar edənləri, peyğəmbərləri haqsız yerə öldürənləri və ədalətə çağıran insanları öldürənləri ağırlı, acılı əzabla müjdələ. 22. Onların əməlləri həm bu dünyada, həm də axirətdə heç olacaq, onların yardımçıları da olmayacaqdır. 60. Bütün gerçəklər sənin Rəbbindən gələndir. Elə isə heç vaxt şübhə edənlərdən olma. Bu elm sənə gəldikdən sonra kim səninlə bu həqiqət haqqında dava etməyə qalxsa, de ki, gəlin oğullarınızı və oğullarımızı, qadınlarımızı və qadınlarınızı, özümüzü və özünüzü çağıraq, sonra isə dua edib yalan söyləyən tərəfi Allahın lənətlənməsini, diləməsini istəyək. 62. Həqiqətən bu danışanlar şübhəsiz doğru hissələrdir. Allahdan başqa ilah yoxdur. Əlbəttə Allah daima üstün və bütün qərarları doğru olandır. Əl-Ənam 1. Hər şeyi qüsursuz etmək, göyləri və yeri yaradan, qaranlıqları və aydınlığı var edən yalnız müqəddəs Allahdır. Amma bunları görməməzlikdə dilənənlər, kafirlik edənlər, bəzən özlərini, bəzən də digərlərini Allaha ortaq qoşurlar. İbadətə şirk bulaşdırırlar. 2. Sizi palçıqdan yaradan, sonra da əcəlinizi təyin edən odur. Hər bir insanın əcəlül müsəmmə, ölüm vaxtı var. Hər bir insan üçün Allah ölümü müəyyən edir. Bu dünyada insanlara ömür verən də, ömrünü alan da, o ömrünü başa vurdurmağa qədər vaxt verən də Allah Teala'dır. Həm Allah Teala dirildir, həm öldürür. Həm yaşadır, həm öldürür. Öldükdən sonra bizi yenidən dirildəcək olan da uca Allah'tır. Sizi palçıqdan yaradan, sonra əcəlinizi təyin edən odur. Onun qatında vaxtı müəyyənləşdirilmiş bir əcəl daha vardır. Bunu bildikdən sonra siz yenə də şübhə edirsiniz. 3. O, həm göylərdə, həm də yerdə ibadət olunan tək Allah'tır. O gizlində saxladığınızı da bilir, aşkarda etdiyinizi də. O sizin nə qazandığınızı da bilir. Allah Teala hər bir şeydən xəbərdardır və iki insan bir yerdə danışırsa, üçüncü Allah, üç danışırsa, dördüncü Allah'tır. Və Allah Teala hər bir şeyi eşidir. Həm göylərdə, həm yerdə. İnsan ilə qəlbi arasındadır. İnsana şax damardan da yaxındır uca Allah Teala. O hər şeyi bilən, görən, eşidəndir. Və hər bir şey bizim əməl dəftərimizdə qeyd olunur. Hər bir şey yazılır və heç bir şey gözündən qaçmayacaqdır. Gözündən qaçırmayacağını deyir Allah Teala. Heç bir şey gözümüzdən qaçmayacaq deyir. Zilzal surəsində var. Zərratun xayrə yərə, bir miskal qədər yaxşılıq da, zərratun şərrə yərə, bir miskal dənəsi qədər, buğda dənəsi qədər həm yaxşılıq, həm də pislik gözdən qaçmayacaq. Hər birisinin hesabı var. Hər birisinin bir cavab verməliyik. Həm yaxşılığın, həm də pisliyin. Yaxşılığın
10 qat mükafat, pisliyin isə bir pisliyə bir cəza Allah təala verir. Allahın mərhəmətini və rəhmətini, Allahın mülayimliyini görürsünüzmü? Nə qədər gözəl lütf və ikram sahibi olduğunu görürsünüzmü? Bir savaba 10 mükafat, bir günaha bir cəza. Artıq düşünün. Arada aracıları qoşmağınıza ehtiyac varmı, yoxmu, özünüz seçim edin. Bu qədər mərhəmətli və rəhimli Allahı qoyub da digərləri Allaha ortaq qoşmaq nə qədər doğru olar? Nə qədər bu düşüncəyə, inanca doğru olar? Bu qədər mərhəmət və rəhimli olan Allahı tanımamaq insanlığa sığarmı? Gəlin Qur'anla Allahı tanıyaq. Aralarında səni dinləyənlər də vardır. Sanki anlamasınlar deyə onların qəlblərinin üzərində qat-qat örtülər meydana gətirdik. Qulaqlarında da tıxac var. Bütün ayələri görsələr yenə də inanmazlar. Hətta sənin yanına gəldikdə səninlə mübahisə edərlər. Ayələrini anlamaq istəməyən bu şəxslər bu öncəkilərin yazılarından başqa bir şey deyildir dedilər. Həmin ayələri görməməzlikdə edənlər və haqqa inanıb güvənmək istəməzlər. Allah Taala da hər bir insana seçimini ölənə qədər verib, doğru olan seçimini də Quran yolu ilə bizə bildirib, seçiminizi doğru eləyin. Quranı anlayaraq onu tilavətlə oxuyun. Əl-Əraf 170 kitabdan möhkəm yapışanlara və namaz qılanlara gəlincə biz yaxşı işlər görənlərin mükafatını puç etmərik. Onlar üçün mükafatlar qat-qat mükafat verəcəyin Allah Taala deyir. 171 bir gün o dağı Tur-i Sinayı yerindən söküb üzərlərinə qaldırdıq. Elə bil ki bir kölgəlik kimi oldu. Başlarına düşəcək sandılar. Sizə verdiyimiz kitabdan möhkəm yapışın, bu Qurandan və içindəki bilgiyi, elmi Quranın mənasını ağlınızdan çıxarmayın ki, səhvlərdən qorunasınız. Quranın mənasını ağlınızdan çıxarsanız, doğru yoldan çıxarsınız və xurafatları din sanarsınız və doğru yoldan çıxarsınız. Sizi aldadanlar da çox olacaq. Ehtiyatlı olun. Ehtiyatlı olun. Allah Teala deyir, Allahın çağrısı Qurandır. Qurana çağırır ki, haqqı batildən bu kitabla, bu Quranla ayırt eləyin. 172. Rəbbim Adəm oğullarından onların arxa tərəflərindən nəsillərini alıb, onları özlərini bağlayacaq şəkildə mən sizin Rəbbiniz deyiləmmi deyə şahid tutduğunda onlar əlbəttə Rəbbimizsiniz. Biz buna şahid olduq dedilər. Bu ona görədir ki, siz qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiniz. Biz Allahın varlığına və birliyinə iman gətiririk. Allah buna şahiddir. Bizə qalan doğruları yaşamaqdır. Biz iman gətiririk ki, Allah Taala Quran-ı Kərimdə 170-ci ayətində deyir, Adəm oğullarına, insanlara deyir ki, mən sizin Rəbbiniz deyiləmmi? Quran-ı Kərimdə bunu açıq şəkildə bildirir. Biz də deyirik ki, əlbəttə, ey Allah, Rəbbimizsən. Biz də buna inanırıq və iman gətiririk. Sonra Allah Taala deyir ki, bu Quranı niyə göndərdiyinə bir örnək. Əlbəttə Rəbbimizsiniz. Biz buna şahid olduq dedilər. Bu ona görədir ki, siz qiyamət günü biz bundan xəbərsiz idik deməyəsiniz. Gördünüzmü? Biz bundan, Qurandan, Quran elmindən xəbərsiz idik deməyəsiniz deyə Allah Taala kitabı göndərib bizə. Və qanunları, hüquqları, maddələri, hökmləri bizə bildirib. Bizə qalan onu yaşamaq. 173 ya da belə deyərdiniz, sənə bizdən əvvəl atalarımız ortaq qoşdu, biz də onlardan sonra gələn bir nəsillik və onlara tabe olduq. Batıla dalan o kimsələrin etdiklərindən ötürü bizi həlak mı edəcəksiniz?
Ayələri beləcə izah edirik ki, bəlkə haqq yola qayıdarlar. Əl-İsra 52. O gün Allah sizi çağıracaq, siz də ona həmd edərək hər şeyi mükəmməl etməsi səbəbilə çağırışına cavab verəcək və dünyada çox az qaldığınızı güman edəcəksiniz. Qullarıma de ki, ən gözəl sözləri danışsınlar, çünki şeytan onların arasını poza bilər. Gözəl sözlər, yaxşı sözlər bir-birinizə deyil, şeytan aranızı poza bilər deyir. Ehtiyatlı olun. Həqiqətən şeytan insanın açıq aydın düşmənidir. 54. Sizi ən yaxşı Rəbbiniz bilər. Hər bir insanı ən yaxşı Rəbbimiz bilər. Çünki qəlbləri bilən odur. İkramına uyğun görürsə sizə ikram edər, əzabına haqq etmiş görürsə sizi əzaba uğratır. Ey Mühəmməd, biz səni onlara vəkil, qoruyan olaraq göndərmədik. Allah Teala deyir İsra surəsinin 54-də: Ey Muhammed, səni onlara vəkil, qoruyan olaraq göndərmədik. Muhammed, sənin vəzifən ayələrimi insanlara bildirmək və çatdırmaqdır. Sənin vəzifən budur. İnsanların inanıb inanmamaqları onlara qalmışdır. Əgər iman gətirən inanar, özünü günahlardan qoruyanlar bu Qur'ana iman gətirib, güvənib dayanarlar. İman gətirməyənlər isə buna inanmazlar. Allah Teala deyir, bu Qur'anı tilavət etməsəniz, izləməsəniz, anlamasanız, iman etmiş sayılmazsınız. Bu Qur'ana inananlar, bu Qur'anı tilavət edib ona inananlardır. Allahın ayələrini beynimizdə yaşadaq ki, doğruları Qur'andan anlamağa çalışaq. O zaman bizə yaxşı olar. Həm bu dünyada bizə yaxşı olar, həm də ahirətdə. Əl-Həc 3. İnsanlardan eləsi də var ki, heç bir həqiqətə dayanmadan Allah haqqında mübahisə edir və işi gücü pozğunçuluq olan hər azğın şeytanın ardınca düşür. 36. Sizin üçün də ənamı, qoyun, keçi, inək və dəvəni bədəncə inkişafı tamamlamış olanları Allaha qulluğun göstərgələrindən etdik. Onlardan sizin üçün xeyir vardır. Ənamdan. Onları səhv-səhv düzülmüş halda kəsərkən Allahın adını çəkin. Allahın adını çəkərək kəsin. Əmri sadəcə qurbanlıq heyvanlar üçündür. Digər heyvanlarda mağazində satılan ətlər qeyri-müsəlman kəsibsə ya da Allahın adını çəkilmədən kəsibsə, donuz ətindən başqa ətləri yeyə bilərsiniz və bunlar halaldır. Və orada olan toyuq əti, dana əti, donuz ətindən başqa mağazində hansı ətlər varsa, Allahın adı çəkilmədən kəsilən ətlər də varsa, yeyə bilərsiniz. Çünki həm xristianın, həm yahudinin yeməkləri sizə halal, sizin yeməkləriniz onlara halal, sizin kəsdiyiniz onlara halal, onların kəsdiyi də sizə halaldır, Allah Teala deyir. Ancaq bir dənə məsələni Allah Teala qurbanlıqda kəsiləcək heyvanları qeyd elədi ki, kəsiləcək heyvanların üzərinə Allahın adını çəkin, Bismillah, Allahu Akbar deyərək heyvanı kəsin deyir. Qoyun, keçi, dəvə, inək bunlar. Digər ətlər mağazində satılan toyuqdur, digərləridir. Biz yeyə bilərik, heç bir haramlıq yoxdur. Mağnitdə, pityorkada, orada, burada, harda ətlər varsa, donuz ətindən başqa bütün ətləri yeyə bilərsiniz. Sadəcə olaraq qurban kəsəndə onun üzərinə Allahın adını çəkərək, Allahu Ekber deyərək qurbanlığı kəsin. Böyrü isə yıxıldıqları zaman onlardan özünüz də yiyin, aza qana olana, kasıba, yoxsula da yedirin. Şükür edəsiniz, vəzifələrinizi yerinə yetirəsiniz deyə onları beləcə sizin üçün xidmətinizə verdik. Qurban ibadəti Allah Teala hər bir insana fərz eləyən ibadətdir. İldə bir dəfə həc mövsümündə, həc bilinən aylardadır, amma günümüzdəki uydurma din anlayışına olan insanları bir neçə günə sıxışdırıblar bunu, sığışdırıblar.
Və bu aylarda biz həcc ibadəti yerinə yetirməliyik. Bu ibadət də hər bir insana fərz olan ibadətdir. Həmin ətlərdən qoyun, keçi, dəvə, sığır, inək bunları biz kəsə bilərik. Həmin kəsilən heyvanlardan siz də yeyin, kəsənlərə də verin, ehtiyac sahiblərinə də paylayın. İstəsəniz 7 yerə paylayın, istəsəniz 1 yerə paylayın, istəsəniz 3 yerə paylayın, fərq eləmir. Kəsilən heyvanı 3 yerə bölün. Qoyundur, keçidir və yaxud da danadır, dəvədir. 3 yerə bölün. Bir payı özünüzə saxlayın. Bir payı qonaqlara yedirin. Bir payı da üçüncü payı da, üçüncü hissəni də paylayın insanlara. İstəsəniz 1, istəsəniz 3, istəsəniz 10 yerə paylayın. Onun fərqi yoxdur. 37. Onların nə əti, nə də qanı Allaha çatmaz. Allaha yalnız sizin təqvanız çatar. Sizin niyyətiniz, sizin əməlləriniz, sizin yaxşı işləriniz, bunlar çatar Allaha. Yoxsa qanı, əti, heç bir şey Allaha çatmaz. Allaha qarşı səhvlərdən qoruyanlar məhz onlar təqva sahibidirlər. Təqva sadəcə Allaha qul olmaqdır. Allaha səmimi qul olmaqdır. Təqva. Qeydsiz, şərtsiz Allaha boyun əyməkdir. Onları bu şəkildə sizin xidmətinizə verdi ki, sizi doğruya yönəlməsinə qarşılıq Allahı təkbirlərlə yada salasınız. Bayram namazı qılasınız və sən gözəl davranışlarda olanlara müjdə ver. 38. Şübhəsiz ki, Allah iman gətirənləri mühafizə edər. Həqiqətən Allah heç bir nankörü, xaini sevmir. 39. Özlərinə müharibə açılanlara haqsızlığa uğratmaları səbəbilə müharibəyə icazə verildi. Allah onlara köməyin əlbəttə qaydasını müəyyən etmişdir. 40. Onlara ancaq Rəbbimiz Allahdır dediklərinə görə haqsız yerə yurdlarından çıxarılanlardır. Əgər Allah insanların bəzilərini digərləri ilə əngəlləməsə, içərisində Allahın adı çox zikr olunan hücrələr, kilsələr, sinagoglar və məscidlər yerlə bir edilərdi. Allah onun dininə yardım edənlərə mütləq yardım edər. Güclü və daima üstün olan Allahdır. Allah bizi öz dininə çağırır. Günümüzdəki adət və ənənələrə, İslam kimi görünən xurafatlara yox. Allah Teala bizi öz dininə çağırır. Günümüzdəki ənənələrə, mollaların oxuduğu mövlüdlərə, musiqi ilə, abu-hava ilə mövlüdlər oxuyulur. Bu din deyil. Mövlüd şeirdir. Onu məscidlərə soxmamalıdır o məscidlərə. Mövlüd məscidlərdə olmamalıdır. Şeirdir o. Məscidlərə soxsanız, insanlar mövlüdün din olduğunu sanar. İnsanlar düşünər ki, budur din, biz din yaşayırıq, din akazivitsa bu imiş, biz bilmirdik. Kimin səsi gözəldirsə, bu oxusun, səs buraxsın, dini yaşamış olur. Bu nə anlayışdır? Dini anlamaqdan ötürü Allah Teala Ramazan ayında ittifaqa keçin, ittifaqda olun. Niyə deyir? Orada mövlüdlər oxuyuyorsunuz mu diye deyir. Yox. Qur'anı anlayaraq tilavətlə yanınızdakilərine danışmaqdan ötürü itikafda olun. Qur'an ayələrini insanlara bildirin. Yoxsa mövlüdləri oxuyub da kimin səsi yaxşıdırsa səs buraxsan və budur din kimi tanıtmağınız doğru değildir. Mövlüd şeirdir, din değildir. Hansı ayədən oxuyurduq? 40-cı. Allah bizi öz dininə çağırır. Günümüzdəki adət və ənənələrə, İslam kimi görən xurafatlara yox, öz dininə çağırır. Din Allahındır, o da İslamdır. Biz də müsəlmanıq. Hökmdə ancaq Qurandan olmalıdır. 41. Əgər onlara yer üzərində güc və
imkan versək, onlar namaz qılar, zəkat verər, yaxşı işlər görməyi əmr edib, pis işlər görməyi qadağan edərlər. Bütün işlərin sonu Allaha varır. 42. Əgər səni yalancı saysalar, bil ki, səndən əvvəl Nuh xalqı da Ad və Samud tayfaları da elçiləri yalancı saymışdır. Qövmün insanları hər zaman elçilərə qarşı çıxıblar, rəsulların gətirdiyi dini yalan sayıblar. Həmçinin Muhammədi də yalançı hesab edir və Məkkədən Mədinəyə Muhammed Peyğəmbər niyə hicrət edib? Niyə orada ömrünün qalan illərini orada yaşayıb? Çünki Muhammed Peyğəmbər doğruları insanlara Allahın dinini çağıranda Məkkəli müşriklər Peyğəmbərə qarşı çıxmışdılar. Onlar deyirdilər, bizim belə baba dinini yaşayırıq. Sənin gətirdiyin Allahın dininə ehtiyac yoxdur. Qur'anı biz inanmaq istəmirik deyirdilər. Onlar inançsız insanlar deyirdilər, inanırdılar, amma kimləri isə Allaha tay tuturdular. Allah Teala Muhammədi Rəsul olaraq göndərdi ki, ey Muhammed, onlara mənim bu ayələrimi çatdır. Muhammed Peyğəmbər onlara Qur'anı çatdıranda onlar, Məkkəli müşriklər Peyğəmbəri öldürməyə qalxdılar. Və Peyğəmbər Muhammed əleyhissalam Məkkəni tərk edib Mədinəyə köçdü, hicrət elədi. Bütün peyğəmbərlər qövmün müşriklərinin etdiklərinə görə əziyyətlər çəkiblər. Bütün peyğəmbərlər. Zəkəriyya peyğəmbəri öldürüblər hətta. Allah bu misalları Quranda bizə niyə çəkir? Oxuyub keçmişdə olan hadisələri bilib orada qoymaq üçün, yoxsa bu qövmün inançsız insanlar kimi insanlar olmayın mı Allah Teala deyir? Niyə misallar keçmiş qövmlərindən Allah Teala misallar bizə çəkir? Bu misalları Allah çəkir ki, siz o qövmün inançsızlıq edənlər kimi olmayın. Sizə Allahın ayələrini danışanı dinlə və sən də bu Qur'anla irələ. Bu Qur'anla yola çıx, anlamaya başla. Yoxsa biz özümüzü peyğəmbər kimi aparmırıq. Heç kəs Qur'andan təbliğat aparanda mən peyğəmbərəm, peyğəmbər kimiyəm kimi heç kəs aparmır. Heç kəs demir ki, mən peyğəmbər kimi aparıram təbliğatı. Heç kəs bunu demir. Hər kəs deyir ki, Rəsul Qur'andır. Həmən əlimizdə olan Qur'anı yaşayan Rəsulu biz yaşatmalıyıq. Yaşayan Rəsuldur o. Biz də Rəsulların getdiyi bu yolu getməliyik ki, insanlara Qur'anı Rəsullar necə bildiriblərsə, səbirlə, gözəl şəkildə anladıbsa, biz də elə anlatmalıyıq. O dövrdə texnika, kompüter inkişaf eləməmişdi. Mən sizə Qur'anı internet vasitəsilə saytlarla, VK video saytı var, YouTube saytları var, Adnaklassnik var və s. digər müxtəlif saytlar var. Bunlar vasitəsilə sizlərə dini, Allahın dinini çatdırıram. Peyğəmbərin dövründə belə imkan olmuyor. Peyğəmbər vəhiy alırdı, vəhiy katiblərinə yazdırırdı vəhyi və insanlara təbliğ eləyirdi. Biz də həmin dövründə yazılan həmin Qur'an kitab əlimizdədir. Bizim əlimizdə şans var, vaxt var, müəyyən olunmuş, hər bir insan üçün müəyyən vaxt var. Axşam evə gəlirsiniz, sərbəst vaxtınız var. Bu Qur'anı Allah rızası üçün bir gün 10 dəqiqə, 15 dəqiqə mütaliə eləməyinizə nə əngəl eləyir? Nə maneələr törədir ki, Qur'anı bir 10 dəqiqə gün ərzində 10 dəqiqəyi Qur'anı həsr edə bilmirsiniz? Yoxsa ölüm qapınızı çalacaq və heç güman etmədiyiniz bir vaxt ölüm mələyi gələcək və siz bu dünyanı qoyub gedəcəksiniz. Bunun üçün ölüm mələyi qapı çalmadan qabaq Allahın dininə, Qur'ana yönəlin ki, sağ ikən doğruları yaşayın ki, öldükdən sonra əlinizdə bir qazancınız olsun. Bu dünyada qazandığınız olsun əlinizdə. Yoxsa öldükdən sonra sizin adınızdan minlərlə Qur'anı oxutdursalar da sizə çatan bir şey olmayacaq. Yoxsa biz özümüzü insanların qabağında peyğəmbər kimi aparmırıq. Mən sadəcə peyğəmbərlər insanlara haqqı bəyan etdiyi kimi sizə də Allahın ayələrini danışıram və çatdırıram. Bizim vəzifəmiz peyğəmbərlərin etdiyi kimi təbliğatını insanlara anlayan dilində çatdırmaq və yalnız Qur'ana tabe olmaqdır. Yaşayan insanların bəziləri ölü qəbirlərə Qur'an nuru ilə işıq verək. Bəzi yaşayan
ölü qəlblər olan insanlar var, yaşayır, qəlbi ölüdür. O ölü qəlbinə Yasin surəsini anlayan Azərbaycan dilində oxu ki, ölü qəlbi olan həmin insanın ölü qəlbi dirilsin. Yaşayan ölülər ortalıqda var. Ortalıq yaşayan ölü dolu. Qur'andan xəbərsizdirlər. Qur'andan xəbərsiz olan insan yaşayan ölü kimidir o. Yaşayan ölü olmuyor. Anlayaraq Qur'anı təfəkkürlə, düşünərək oxuyun. Qur'anı sandıqlarda, divarlarda yox, qəlbimizdə və beynimizdə yaşadaq. Qəlbimizdə, beynimizdə yaşadaq ki, sandıqlardan, divarlardan, yuxarılardan onu indirib qəlbimizə yerləşdirək. Mənasını beynimizdə yerləşdirək. Yoxsa ərəbcəsi ağlayaraq musiqi ilə qiraət oxumaq, ölülərə oxumaq, ora üfləmək, bura bu anlayış doğru anlayış deyildir. Bu Qur'ana bir tür hörmətsizlikdir. Qur'anı tilavətlə oxumasanız ona hörmətsizlik eləmiş olarsınız. Mən sizi buna çağırıram, yoxsa öldükdən sonra hər şey artıq bizim üçün gec olacaqdır. Qəflət yuxunuzdan ayrılın. Gözünüzü açın və Qur'anı tilavətlə oxuyun, haqqı görün. Haqqı görünməzlikdə dirənməyin. 43. İbrahim tayfası da Lut xalqı da eyni ilə elçiləri yalançı saymışdılar. Bunlar da elçiləri yalançı sayıblar. Günümüzdə Qur'andan misal çəkən kimi bu Qur'anistdir, bu hədis inkarçısıdır deyən insanlar nə qədərdir? Həmən insanlar da 43-cü ayəti kərimədə Allah Teala Həcin deyir ki, İbrahim tayfası da Lut xalqı da eyni ilə elçiləri yalançı saymışdılar. Müşriklik eləyirdilər. Elçilərin gətirdiyi Qur'an ayələrini anlamaq istəmirdilər. Bugün Qur'an ayələri anlayan dilində çağıranda Qur'anistdir, hədis inkarçısı bu bizdən deyildir dediyiniz təqdirdə həmin qövmün müşrikləri kimi insanlar olursunuz. Allah Teala bu misalları bizə oxuyub orada olmaqdan ötürü çəkmir. O oxuyub, yaşayıb, yaşatmaqdan ötürü, həyata keçirməkdən ötürü çəkir. Bayaq dediyim kimi Firavunu tanıdır. Ancaq Firavunu tanıdıqdan sonra bizə firavunluğu tanıdır. Nəmrudluğu, tağutluğu, həddi aşanları tanıdır. Həddi aşanlardan olmayın. Günaha batanlardan olmayın. Tanıdır Allah Teala bizi. Biz tanıyaq, bilək, anlayaq. 44. Və Mədyan əhli də elçiləri yalançı saymışdır. Musa da yalançı sayılmışdı. O kafirlərə möhlət verdim. Sonra onlara yaxaladım. Mənim də onları tanımamama necə olduğunu bir görəydin. Bugünkü Qur'an-ı Kərim söhbətimiz haqqa dəvət üsulu ilə əlaqəli oldu və ailə işığında haqqa dəvəti açıqlamaya çalışdıq. Biz insanları haqqa gözəl şəkildə doğruları danışaraq, ədaləti sevdirərək İslamla qəlbləri isindirərək insanları doğru olan inanca, haqqa, Qur'ana çağıraq. Allahın bizim üçün olan Qur'ana çağırışını dinləyək və Allahın çağırışı olan Qur'anı tilavətlə izləyərək anlayaq. Allahın çağırışına qulaq verək və çağırışa cavab verək. Allahın çağırışı Qur'anadır. Siz insanlar bu dünyada heç bir şey üçün üzülməyin, kədərlənməyin. Sadəcə bir dəfə sizə aid olan bu yaşamı başqalarını məmnun etmək üçün ziyan etməyin. Bəzi insanlar çalışacaqlar ki, mən kimisə məmnun etməkdən ötürü çaba göstərim. Əziyyət çəkməyin, məna yoxdur. Allahın rızasını qazanmaqdan ötürü çabalar göstərin. Kimlərisə məmnun etməyə çalışmayın. Allahın rızasını qazanmaya çalışın. Əlbəttə ən yaxşı insan Allaha ən sayğılı olan insandır. Duanızı doğru edin, imanlı, inanclı olun, inançsızlığa və şirkə bulaşmayın. Öz dəyərinizi bilin, başqalarını gözünüzdə yüksəltməyin. Hər kəs bu dünyada bərabərdir. Yalnız qiyamətdə təqva baxımından fərqimiz olacaqdır. İman baxımından fərqimiz olacaqdır. Yerə sağlam adımlarla basın və doğruluq sizinlə olacaqdır. Sən həyatı sadəcə Allah üçün yaşa. Allah sənə dost olar. Sevdiyi qulların dostu olan Allahdır. Biz sevilməyə layiq olaq, Allahı sevək və ona təslim olaq və yalnız Allaha boyun əyək. Allah da bu dini doğru anlayanlardan və doğru yolları yaşayanlardan bizi eləsin. Söhbəti dinlədiyinizə görə təşəkkür edirəm. Və aleykum və sallam və rəhmətullah və bərəkatuhu. Sağ olun, var olun.